Namazım Allahındır. Amma həyatım özümündür. Peyğəmbər deyir, yox, namazım da, həccim də, həyatımın bütün hissəsi hamısı Allaha məxsusdur. Həyatını, məhyasını Allaha verən, ölümü də elə həyatına uyğun olar. Gözəl yaşayar, gözəl ölər. Selamun aleyyə yevmə vulidtu, yevmə əmutu və yevmə ub'asu hayya. Peyğəmbərlərin birinin sözüdür, deyir, salam olsun mənə həm dünyada, həm bərzəxdə, həm axirətdə. Bəli, bəzi insanların həyatı tamamən Allaha məxsusdur, tamam Allaha məxsusdur. Bütün vücudu Allahındır. İnna lillahi ilə həqiqətən deyib. İnna lillah, biz onunuq. Belə insanların bütün həyatın anları dərsdir. Həyatının hər anı dərsdir. Oturmağı dərs, yol yerişi dərs, söhbəti dərs, davranışı dərs, ailə münasibətləri dərs, işdə bir cür həyat dərsdən ibarətdir. Bax onun həyatına, bütün həyatı değiş. Süfrədə oturur, o bir dərs. Çünki ali insanlar bu cür yaşayır. Bütün həyatları xeyir verməkdən ibarətdir. Bütün həyatları xeyir verməkdən ibarətdir.